Salam millət. Mən hal-hazırda hava limanındayam. Müştəri gözləyirəm. Baxın yerlərdəki burada boşluğa əvəzə bunu göstərim. Avtomobil dayanacaqları boşdur. Deməli, polis əməkdaşları yaxınlaşdılar bizə ki, bütün taksilərlə orada birinə mübahisə edirlər taksinin biri ilə. Yaxınlaşırlar ki, maşınlarınızı götürün buradan, gedin də o başda saxlayın, girəcəkdə, arxada saxlayın. Mən sual verdim ki, qardaş, niyə çıxmalıyıq ki buradan? Deyil, Azar rəhbərliyinin əmri belədir ki, çıxarın taksiləri oradan. Dedim, niyə? Bəyəm bu ölkə Azar rəhbərliyinə aiddir. Bu ölkənin prezidenti var, bu ölkənin nazirləri var. Azar rəhbərliyi hansı ixtiyarla mənim olsun ki, Azarın ərazisidir bura. Bu Azərbaycan dövlətinin ərazisidir. Mən də bu Azərbaycan dövlətinin vətəndaşıyam. Mən də bu torpağın hər qarşı uğrunda can qoymuşam, qorumuşam torpağımı. Qardaşım vətən müharibəsi qazisidir. Xeyr ola, indi qoy bunu deyim, bax, orada deyir taksilər yoxdur, hamısını çıxartmışıq. Baxın, qırmızı pomidor taksilər dayanıblar orada. O yuxarıdan göstərim, görəcəksiniz. Pomidor taksilər dayanıblar orada. Niyə? Xeyr ola, onlar burada qalmalılar, biz çıxmalıyıq. Bu harada, hansı qanunda yazılıbdır? Mən də bu, necə deyirlər, vergi verirəm, bu dövlətə vergi verirəm, taksi sürdüyümə görə. Mən niyə çıxmalıyam ki buradan? Bax, onlar dayanıblar, bax. Baxın, bax, biz kasıblar bu torpağın uğrunda can qoyanda, o qırmızı avtomobil pomidorlar var, ha, onların yiyələri isti yorğan döşəyin altında idilər. Nə üçün biz buradan çıxmalıyıq? Niyə bizi çıxartırlar buradan? Bax, xahiş edirəm, aidiyyəti qurumlar buna bir aydınlıq gətirsinlər ki, biz taksi sürücülərini, biz bu ölkənin vətəndaşıyıq. Niyə görə hava limanından qovurlar? Çıxardılar, gedin o başda dayanın, o tərəfdə, girəcəkdə. Niyə xeyir deyir, onlar burada dayanırlar, biz çıxaq buradan dayanıq, çöldə dayanaq.